xeyir olsun. Bildiyiniz kimi bugün də sertifikasiya imtahanlarının artıq ikinci günüdür və müəllimlərimiz, imtahanda iştirak edən müəllimlər var və imtahandan çıxdıqdan sonra yadlarında qalan sualları bizlərlə paylaşıblar və mən də sizlərlə paylaşmaq istəyirəm. Deməli, suallar necə olubdur? Yenə də qiymətləndirmə mövzusundan sual düşübdür. Dünənki imtahanda diaqnostik qiymətləndirmədən də, summativdən də sual var idi. Bugün də summativ qiymətləndirmədən bir sual olubdur. Deməli, summativ qiymətləndirməyə aid olan deyil, müəyyənləşdir. Aid olan fikir istəyibdir sizdən, düzdürmü? Yəni, cavab olaraq müəllimimiz də bu variantı götürübdür. Ən dolğun cavab da bu olubdur. Təlim nailiyyətlərinin qiymətləndirilməsinə yönəlmiş bir qiymətləndirmədir. Nəticələr jurnalda, sinif jurnalında qeyd olunur. Bəli, summativə aid olan fikir istəyibdir. Düzgün fikir, düzgün fikirdə bu variant olubdur. Yəni, burada əlavə variantlar qeyd eləməmişəm. Çünki müəllimlərin yadında nə qalırsa, mən onu sizə çatdırmağa çalışıram. Sonra, ikinci sual belə olubdur ki, yəni burada nömrələri özüm qoymuşam. Yəni, sıralama ola bilər ki, ardıcıllıq başqa cür olsun. Şagird dərsə gecikir. İçəri daxil olaraq müəllimdən icazə istəyir. Gecikməsi barədə izahat verir və bu hal dərs prosesinin pozulmasına səbəb olur. Deyir, bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Doğru fikir istəyibdir. Doğru olan o olubdur ki, müəllimin gecikmə halı ilə bağlı proseduru yoxdur. Əgər müəllimin gecikmə halı ilə bağlı dərsə gecikəndə proseduru olsaydı, bu şəkildə dərs pozulmazdı. Düzdürmü? Əgər şagird qapıdan girib, orada içəridə müəllim ondan dərsə niyə gecikdiyini soruşur, şagird bir izahat verirsə, deməli, müəllimin gecikmə halı ilə bağlı bir proseduru yoxdur. Ən düzgün variant bu olubdur. Müəllimimiz bu variantı götürübdür. Sonra belə bir sual düşübdür ki, növbəti sual, bullyinglə bağlı sual olubdur orada müəllimlər. Bullying. Deyir ki, sinifdə bullyingə məruz qalan bir dənə şagird olubdur. Müəllimin hansı addımı doğru olar? Şagird bullyingə məruz qalır. Müəllimin atacağı ən doğru addımdan danışacağıq burada. Deməli, necə olubdur? Bilirik ki, bullyingin müəyyən edilməsi yolları var. Bir də bullyingin qarşısını alma yolları var. Bax, bullying hadisəsi baş veribdir. Müəllimin hansı addımı doğru olar ki, bu təkrarlanmasın, düzdürmü? Müəllim neyə bilər? Doğru variant kimi müəllimimiz qeyd edib, şagirdləri maarifləndirmək, məktəb psixoloqu ilə əməkdaşlıq etmək ən düzgün variant olubdur burada. Və əlavə olaraq da mən sizə məlumat verim ki, yəni burada variant olaraq verə bilər, mənəvi dəyərlərin aşılanması, buzqıran strategiyalarından istifadə, sonra müəllimin özünün rol model olması da həmin o bullyingin, belə deyək də, qarşısını alma yollarından sıralarındadır. Belə bir sual olubdur və doğru variant bunu götürüblər. Sonra belə bir sual düşübdür, müəllimimizin tam şəkildə yadında deyil, deyir, müəllim-valideyn münasibətləri ilə bağlı sual düşmüşdür və onu da müəllim tam xatırlamır. Deməli, müəllimlər, yadda qalan, belə deyək, suallar bunlar idi və mən istədim ki, bunları sizə çatdıram. Kanalı izləmədə qalın, YouTube kanalıma abunə olun ki, orada hər gün paylaşımlar eləyəcəyik. Yəni, müəllimlərin təkrardan yaddan düşən sualları olsa, mən sizlə mütləq paylaşacağım onu. Diqqətiniz üçün təşəkkür edirəm.